Allahın sözü bizə deyir ki, ürəyini qoru. Çünki həyat çeşməsi ondadır. Və sonra əlavə edir: bulaq başında gözə sınmamış səni yaradanı xatırla. Və yenə də deyilir: mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq. Və əlavə olunur: Allahın taxtından həyat suyu axan çaylar çıxırdı. Gəl indi bu fikirləri bir yerə toplayaq. Mənim ürəyim həyat çeşməsidir. Elə bir çeşmə ki, yalnız mən yox, başqaları da oradan su içir. Mən Allaha iman etdiyim zaman isə bu çeşmə həyat suyuna çevrilir. Çünki icazə verirəm ki, mənim ürəyimdə Allahın taxtı qurulsun və o taxtın olduğu yerdə mütləq həyat olur. Sonuncu fikir isə belədir: bulaq başında közə sınmamış səni yaradanı xatırla. Bu nə deməkdir? Bu isə o deməkdir ki, bir gün gələcək, artıq o bulaqdan su içmək mümkün olmayacaq. Diqqət etsək, bulaq kəsilmir, közə sınır. Bu su sənin ürəyindən süzülən və dilində canlanan sözlərdir. Onun kökü ürəyindədir. Közə isə sənin dilin və davranışlarındır. Vaxt gələcək, nə sözlərin, nə də əməllərin davam edəcək. Artıq nə danışa, nə düşünə, nə də hər hansı bir iş görə biləcəksən. Ona görə də bugün sən yaradanı xatırla. Qoy közən həyat suyu ilə dolu olsun. Qoy səndən içənlər həyat tapsın.